metal atomundan və turşu qalıqından ibarət olan mürəkkəb maddələr duzlar adlanır. Duzlar təsnifatına görə bir neçə qrupa bölünür. Baxaq görək hansılardır? Normal duzlar, turş duzlar, əsasi duzlar, iki qat və qarışıq. Normal duzlarda forma kimi yadınıza saxlasanız, metal üstəgəl turşu qalığı. Turş duzlarda biz turş duzlar dedikdə ilk öncə turşu molekulundakı hidrogen atomunu yadda saxlayaq. Çünki biz turşuları hidrogen atomu ilə tanıyırıq. Yəni hidrogen atomu varsa, deməli orada mühit turşdur. Yəni duzun içərisində əgər hələ də hidrogen varsa, deməli duz turş duzdur. Yəni metal üstəgəl, hidrogen üstəgəl turşu qalığı. Əsasi duzlar dedikdə, əsasi duzlar. Əsasları harda əzbərləmişik? Əsaslarda. Yəni OH qrupu saxlayan mürəkkəb maddələrdir. Yəni orada metal atomunun yanında əgər OH qrupu və bir də turşu qalığı varsa, deməli bu əsasi duzdur. İki qat duzlar, iki qat duz dedikdə, burada iki dənə metal, yəni metal iki dənə götürəsiniz, üstə gəl bir dənə turşu qalığı. Qarışıq duz dedikdə isə qarışıq. Burada isə bir dənə metal, yəni iki qatın əksi, iki dənə turşu qalığı, yəni turşu qalığından iki dənə götürəsiniz. Deməli, bunları bildikdən sonra duzların təsnifatını yadda saxlamaq daha rahat olur bizə. Məsələn, metal və turşu qalığı dedikdə, məsələn, natri klor, metal və turşu qalığından ibarətdir. Və yaxud da natrium 2 SO4. Artıq burada metal və turşu qalığından başqa bir atom görmürsə, deməli bizim duzumuz necə duzdur? Normal duzdur. Təbii ki, burada bizim istisnamız vardır. İstisna turşularda əzbərlədiyimiz hipofosfit və fosfit turşularının duzlarıdır. Çünki onların əsaslığı bir qədər istisna təşkil edirdi. Ona görə natrium H2PO2 bu bizim normal duzumuzdur. Bir də natrium 2 HPO3 bu da bizim normal duzumuzdur. Yəni verdiyimiz bu qaydada bir qədər istisnalıq təşkil edir bu iki dənə duz. İndi gəlin görə turş duz nədir? Turş duz dedikdə metal atomunun yanında hidrogen də görürsünüz. Yəni turşu qismən metaldan əvəz olunubdur. Məsələn, tutaq ki, deyirəm natrium HSO4. Biz baxırıq metal var, turşudan hələ də burada hidrogen olduğuna görə bizim duzumuz necə duzdur? Turş duz adlanır. Bu zaman hidrogeni bir dənə olanda yadınızda qalsın hidro. Əgər hidrogeni iki dənədirsə duzun içərisində, onda dihidro sözlərindən istifadə edəcəksiniz. Adlandırmaya gələndə orada bir də vurgulayarıq bunu. Daha sonra əsasi duzlar. Əsasi duzlarda metal atomu ilə yanaşı OH qrupunun mütləq içərisində görməliyik. Yəni burada da turş duzda turşu qismən əvəz olunur. Əsasi duzlarda isə OH qrupu qismən turşu qalığı ilə əvəz olunur. Məsələn, tutaq ki, yazaq magnezium OH xlor. Baxıram, hələ də əsaslıqdan içərisində varsa, onda əsasi duzdur. OH bir dənədirsə hidrokso. Əgər yox, duzun içərisində OH 2-dirsə, onda dihidrokso sözlərindən istifadə edəcəksiniz. Gələk iki qat duzlar. İki qat duzlarda iki dənə müxtəlif metal görəcəksiniz. Yəni biz hidrogeni iki dənə müxtəlif metalla əvəz edərsə alırıq. Məsələn, sülfat turşusunda iki hidrogen var. Onun birini natriumla, birini kaliumla əvəz edirsiniz. O zaman natrium kalium SO4. Adlandırma da daha rahatdır burada. Qarışıq duzlarda isə əsas bəlkə OH qrupu müxtəlif turşu qalığını. Məsələn, xlor, brom. Burada vergül silək.